Salam hörmətli fermerlər. Yenə də Əkinçilik Elmi Tədqiqat İnstitutu öz ənənəsinə sadiq qalaraq yeniliklər axtarışındadır. Artıq axtarışımız, tədqiqatlarımız yekunlaşmışdır. Hal-hazırda bu bitki haqqında danışmaq istəyirəm. Bu bitki artıq 4-cü ildir Azərbaycanda müxtəlif torpaq şəraitində əkilmişdir və bitki haqqında nə demək olar? Bitki duz otu adı ilə dünyada məşhurdur, amma elmi adı Atriplex halimusdur. Atriplex halimus bitkisi diqqətimizi niyə cəlb elədi? Baxın, qloballaşan dünyada artıq biz yeniliklər axtararkən bir qədər quraqlığa davamlı, yüksək temperatura, mənfi temperatura dayanıqlı olan bitkilər axtarışındayıq. Çünki gələcəyin bitkiləri sırasına daxil olacaq bu bitki. Atriplex halimus birinci növbədə ən böyük üstünlüyü torpaqda duzlu torpaqlarda, şorun şərkət torpaqlarda duzu çəkmək xüsusiyyətinə malikdir. Eyni zamanda ikinci ən mühüm xüsusiyyəti isə həmişə yaşıldır, çox illikdir. Amma otlaq əhəmiyyətlidir. Otlaqlarımız, örüş yerlərimiz bilirsiniz ki, bitki örtüyü zəifləyib. Bu və digər səbəblərdən artıq onlarda heyvanların otarılması üçün, yemləndirilməsi üçün demək olar ki, yem qıtlığı yaranıb. Məhz bu bitkinin sayəsində otlaqlarımız zənginləşəcək və orada heyvanlar üçün kifayət qədər yem bazası yaradılacaq. Bitki haqqında çox danışmaq olar, amma əsas xüsusiyyəti ondan ibarətdir ki, həmişə yaşıldır, yüksək temperatura, mənfi temperatura dayanıqlıdır və duzlu, şoran, şərkət torpaqlarda bitir, yüksək məhsul verir, torpağın strukturasını yaxşılaşdırır. Çox sağ olun Sevil xanım. Bir sualımız olacaq. Deməli, daha doğrusu bir neçə sualımız olacaq. İlk sualımız budur ki, ən əsas məsələ bugünkü qloballaşan dünyada qeyd elədiyiniz bitkinin iqtisadi üstünlükləri nədən ibarətdir? Bizim ölkəmizə və fermerlərimizə nə kimi əhəmiyyət verə bilər? Bəli, bu çox maraqlı sualdır və yerində deməli işlədilən bir sualdır. Mən onu deyim ki, bildiyimiz kimi bütün bitkilər, yem bitkilər haqqında danışırıq, amma yenə də mən bunu yonca ilə müqayisə edirəm. Çünki yonca bitkisi yem bitkilərin şahı, kraliçasıdır. Hələ öz tacını heç bir bitkiyə vermir. Amma bu bitkinin keyfiyyət göstəricilərinə gələndə yoncaya yaxındır. Sadəcə olaraq mineral maddələr yoncanın tərkibində olan mineral maddələrdən üstündür. Proteini yüksəkdir, protein tərkibi də yaxşıdır, normaldır və yoncadan fərqli olaraq çox illikdir. Baxın, yonca 5 ildən bir sahədə yenilənməlidir. Yenidən hazırlanıb, yenidən əkilməlidir. Toxuma verilən pul, yəni toxuma verilən pulu fermer burada artıq israf etmir. Yonca otlaq əhəmiyyətli deyirik, düzdür. Yonca otlaq əhəmiyyətli ola bilər. Ən yaxşı isə qaba yem istehsalında istifadə olunur. Amma bu bitki otlaq əhəmiyyətlidir. Kənd ətrafı örüşlərin çox yaxşı bitkisi olacaq. Və bildiyimiz kimi otlaqlarımız, örüşlərimiz bitki örtüyü qeyd etdiyim kimi çox zəifdir. Və bu bitkilər o otlaqları, örüşləri zənginləşdirəcək yem bazası ilə. Və dünyada ən qiymətli yem bitkisidir. İri buynuzlu, xırda buynuzlu heyvanlar, eləcə də quşlar bu bitkinin yaşıl kütləsi ilə yemləndirilir. Çünki tərkibi heyvan orqanizminə lazım olan bütün qida maddələrinə zəngindir. Çox sağ olun Sevil xanım. Növbəti sualımız bu olacaq ki, bu bitkinin əkimi nə cür həyata keçirilir? Yəni, maralfa alfədəki kimi çilik yolu ilə mi, yoxsa toxumla mı? Necə əkilir? Əkim prosesi necə aparılır? Bəli, bu bitki amarant fəsləsinə aiddir, amarant çiçəklər fəsləsinə aiddir. Sadəcə olaraq həm toxumla çoxarılır, həm də baxın, bax belə çiliklərlə. Toxumla çoxalan zaman bitki məhsuldarlığa bir qədər, inkişafına bir qədər ləngiyir. Odur ki, biz çiliklə çoxalmasının tərəfdarıyıq. Hal-hazırda əlində deməli olan bu çilik bizim əkin materialımızdır. Və bir ildən sonra biz indi kökləndirib açıq sahəyə köçürəcək. Bir ildən sonra isə möhtəşəm bir kol olacaq. Və kolun üzərində də ağ, tozu bənzər örtüklə örtülmüş yarpaqlar olacaq ki, o yarpaqlar da qida maddələrinin deposudur. Biz hələ ki, deməli, fermerlərə tövsiyəmizdə əkin materialı kimi kökləndirilmiş kiçik çiliklərdən istifadə edəcəyik. Sevil xanım, qeyd etdiniz ki, ağ yarpaqlardan ibarət olacaq. Biz yəni ağ yarpaqlar heç yerdə rast gəlməmişik. Ağ yarpaqlar deyəndə yəqin ki, metafora eləmişsiniz də, yəni
belə deyək, məcazi mənada deyirsiniz ağ yarpaqlar. Ağ yarpaqlar deyəndə əsasən nəyi nəzərdə tutursunuz? Bildiyiniz kimi yarpaqlarda xlorofil dənələri ona yaşıllıq verir və burada da çox mühüm fotosintez prosesi məhsulların bütün bu və digər yarpağın tərkibində gedir. Sadəcə olaraq tünd yaşıllımtı boz. Sanki yarpaqların üzərinə boz örtük örtülüb. Bu bitkinin özünün bioloji xüsusiyyətidir. Sadəcə olaraq bütün həmin bu yarpaqlar ki, qida maddələrinin deposudur. Xırda buynuzlu heyvanlar otlaq əhəmiyyəti kimi bundan qidalanır. Hətta bəzi ölkələrdə bu bitkinin həmin cavan budaqları biçilib heyvanların qabağına da tökülür ki, heyvanlar ondan yemləndirilir. Yalnız otlaq əhəmiyyətli kimi biz bu bitkini otlaq əhəmiyyəti görürük. Sevil xanım, bir də ki, siz qeyd elədiniz indi rəngi barədə. Bəs bu rəngi xəstəlik və zərərvericilərə yoluxmaya hər hansı bir təsiri varmı? Ümumiyyətlə, yəni xəstəlik və zərərvericilərə qarşı necə davamlıdır? Bəli, bəli. Bax, elə iqtisadi üstünlüklərindən biri də xəstəlik və zərərvericilərə davamlı olmasıdır ki, onu hər hansı bir pestisiddən azad edir. Hər hansı bir pestisiddən, yəni tutaq ki, xəstəliklərə qarşı, məsələn, göbələk xəstəliklərinə qarşı fungisiddən azad edir və digər həşəratlara qarşı digər pestisidlərdən azad edir. Və bu da iqtisadi üstünlükdür. Eyni zamanda bizim o qədər yararsız torpaqlarımız var ki, xüsusilə şoran-şörakət torpaqlar və bu torpaqları bitki örtüyü ilə zənginləşdirir, torpaqlarımızı yaxşılaşdırır. Bax, bu çox vacib bir faktdır. Bəs bayaq siz qeyd elədiniz yarpaqların rəngini barədə. Yarpaqların rənginin o cürünün olması, yəni bozumtu rəngə çalması, örtüklə örtülməsi zərərvericilərə qarşı mübarizədə, yəni öz effektini verirmi? Bəli, xüsusi örtüklə örtülüb və o xəstəlik qoyaq kənara, zərərvericilərlə deməli bu qədər qida maddələrlə zəngin olan bir bitkidən danışır. Əlbəttə ki, zərərvericilərin diqqət mərkəzindədir. Zərərvericilər oradan qida toplamaq üçün orada müəyyən ziyan vura bilər, amma o örtük imkan vermir ki, zərərvericilərdən qoruyur. Bu onun bioloji xüsusiyyətidir. Aydındır. Son olaraq fermerlərimizə bir səbəb göstərin ki, sırf o səbəbə görə fermerlər bu bitkini əkməlidir. Bəli, çox gözəl sual verdiniz. Bu niyə görə? Əlbəttə ki, bütün yeniliklərimizə görə mən hörmətli fermerlərimizə təşəkkür edirəm. İllərlə onların verdiyi suallar əsasında biz axtarışdayıq. Məsələn, bu bitkini mən o fermerlər üçün gətizdirmişəm ki, yəni daha doğrusu biz gətizdirmişik və üzərində tədqiqata belə deyək ki, yönəlmişik ki, onlar zəng edirlər ki, Sevil xanım, bizim torpaqlar şörakətdir, şorandır, duzludur, heç nə bitmir. Baxın, həmin fermerlərə bir tövsiyəm var. Artıq sizin də o duzlu, şoran, şörakət torpaqlarınız bitki örtüyünə örtüləcək. Özü necə bitki? Daima heyvanlarınız orada otarılacaq. Duzlu və şorlu və şörakət torpaqları olan fermerlərimizə artıq belə deyək də bir göz aydınlığı verə bilərik ki, artıq torpaqlarınız boş qalmayacaq. Duz otunu əkə bilərsiniz, həm torpağınızı münbitləşdirə bilərsiniz, həm də yem məhsulu ala bilərsiniz. Bu da ölkəmizin təbii ki, yem bazasının təmin olmasında öz əvəzsiz rolunu göstərəcək. Təşəkkür edirik Sevil xanım. Təşəkkür edirik, minnətdarıq. Sağ olun. Sağ olun.